Kadrlarda gördüğünüz hadisə bugün saat 16 radələrində Xaçmaz rayonu ərazisində baş verib. Mürşidova kənd sakini Məmmədov Hüseyn Elsəvəroğlu'nun idarə etdiyi VAZ-2106 markalı avtomobil idarəetmənin itilməsi nəticəsində çaya düşüb. Həmin vaxt Hüseyn avtomobillə Xudat istiqamətindən Xaçmaz istiqamətinə hərəkət edib və sürücü qəza nəticəsində ağır xəsarətlər alıb. O, sakinlərin köməyi ilə çaydan çıxarılaraq təcili tibbi yardım maşını ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıb. Xəstənin vəziyyəti həyati təhlükəsi olmasa da xəsarətlərinin ciddi olduğu bildirilir. Avtomobil isə tamamilə yararsız vəziyyətə düşüb. Xüsusi texnika vasitəsilə avtomobil çaydan çıxarılıb. Hadisə yerinə hüquq mühafizə orqanlarının nümayəndələri gəlib. Faktla bağlı araşdırma aparılır.